Təbib rəhbərliyinin dəyişməsi və cənab Bayramovun işə başlaması Səhiyyə Nazirliyinin xəbəri olmadığı yerlə sürünən Azərbaycan səhiyyəsinin az da olsa dirçələcəyinə ümidi artırdı. Ümid edənlər isə gözünü tibbi sığortaya dikmiş sadə vətəndaşlardır. Amma dövlət xəstəxanalarının milyonçu direktorları sığortaya da necə deyərlər əncam çəkiblər. Özəl klinikalarda müayinə olunması əlçatmaz olan vətəndaşın başına dövlət xəstəxanalarında açılan oyunlardan danışacağıq bugün. Yəni, dövlət xəstəxanasından özəl klinikalara uzanan monopoliyadır mövzumuz. Bugün ayda 15.000 manat maaş alan 6 müşavirini işdən çıxaran təbib rəhbəri xəstəxana direktorlarına da nəzər salmağa başlayıb deyəsən. Hədəfə tuş gələn birinci direktor yeni klinikanın rəhbəri Barat Yusubov oldu. Yusubov təkcə dövlətin yeni klinikası ilə kifayətlənməyib, qiymət baxımından yüksəklərdə olan özəl EG hospitalını da icarəyə götürüb verib həyat yoldaşına ki, işlət. Yeni klinikaya üst tutan pullu xəstələrə filan aparat işləmir, gəlin sizi yönləndirək EG hospitalına deyib, həm Barat həkimin, həm də onun yoldaşının əlini necə deyərlər, çörəyə çatdırırlar. Ürək xəstələrini EG hospitalına yönləndirib 6-7 min manat xərcə salan yeni klinika rəhbərliyinin tibbi sığorta ilə gələn xəstələrə hörməti isə sonsuzdur. Belə ki, sığorta ilə müraciət edən xəstələrə sığortanın pulu 3 aya köçür. Siz 500 manat şapka verməlisiniz, hansı ki o pul da həkimə çatır və nəticədə sığortadan gələn bonus həkimlərə verilmir. Bu sadaladığımız hallar təkcə yeni klinikaya aid deyil, eyni hal və daha artığı Bakı Sağlamlıq Mərkəzi kimi tanıdığımız dövlət xəstəxanasında da yaşanır. Xəstəxananın direktoru Asiman Həsənov da universal özəl klinikasını icarəyə götürüb. Necə deyərlər, bir əldə iki qarpız tutur. Bakı Sağlamlıq Mərkəzində hamilə qadınların qarşılaşdığı mənzərə isə daha acınacaqlıdır. Bura doğuş üçün müraciət edənlərə 7-8 nəfərin bir yerdə qaldığı otağı göstərib, canına qorxu salandan sonra VIP otaqları təqdim edirlər. Rahatlığa üstünlük verən xəstələr də 70 manatdan 120 manata qədər olan tək adamlıq otaqları götürüb, pulsuz olan dövlət xəstəxanasında pulla qalırlar. Bakı Sağlamlıq Mərkəzinə sığorta ilə gələn xəstələri əməliyyat üçün müraciət edənləri universal klinikasına yönəldib, ilkin olaraq şapka kimi müəyyən məbləğ almalarını artıq açıq-aşkar həyata keçirirlər. Yəni, tibbi sığorta çox zaman kağız üzərində gözəl görsənir. Vətəndaş isə istifadəsində çətinlik çəkir. Dövlət xəstəxanasının rəhbərləri özəl klinikaları icarəyə götürüb, verilən qanunları öz xeyirlərinə işlədirlərsə, bizim deyəcək sözümüz yoxdur. Qanun var, qayda var. Haqq var, hüquq var. Allah axırımızı xeyir eləsin.